New York şəhərinin dünyaca məşhur Carnegie Hall konsert zalında 9-cu Florida Keys beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin qala konserti keçirilib. Bu ilki müsabiqə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. Florida Keys beynəlxalq musiqi müsabiqəsi hər il Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunur. Layihə Amerika Birləşmiş Ştatları Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano professoru, həmçinin asosiasiyanın nəzdindəki təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradova və asosiasiyanın prezidenti Töhfə Eminovanın rəhbərliyi ilə musiqiçilərin seçimi isə xüsusi münsiflər heyəti tərəfindən olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. 2018-ci ildən Florida Keys beynəlxalq müsabiqəni biz yaratmışıq Pərvin xanım Muradova ilə birgə. Artıq 50-dən yuxarı tələbələr iştirak edir bu müsabiqədə. Bugün isə 9-cu dəfədir bu müsabiqəni biz davam etdiririk. Bugün çox həyəcanlıyam. Çünki biz təkcə tarixi zəfər bayramımızı və bayraq günümüzü qeyd etmirik. Həm də Azərbaycan musiqisinin atası sayılan Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd edirik. O, şərqlə qərbi birləşdirən yeni nəsil musiqiçiləri Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov kimi istedadlara yeni üfüqlər açan böyük şəxsiyyət idi. O, mənim atam Cövdət Hacıyevi və bəstəkar Qara Qarayevi Moskva şəhərinə bəstəkarlıq üzrə təhsil almağa göndərmişdi. Bugün mən New Yorkda, dünyanın ən gözəl şəhərinin ən möhtəşəm səhnəsində Üzeyir Hacıbəylinin cəngi əsərini Amerikalı pianistin ifasında səsləndirmə imkanı tapdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Bu tədbirin təşkilində bizə dəstək göstərən sponsorlarımıza və Diaspora Komitəsinə dərin təşəkkürümü bildirirəm. Gənc musiqiçiləri dəstəkləmək çox vacibdir, çünki musiqi ölkənin simasıdır, onun mədəniyyəti və elitasıdır. Azərbaycan musiqisini təbliğ etmək və bu dəyərləri yaşatmaq çox önəmlidir. Biz bunun üçün çalışırıq. Qala konsertində müsabiqədə seçilmiş 50-dən çox gənc istedad orkestrla birgə dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Gecədə Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Sənətsevərlər səhnədə çıxış edən bütün gənc istedadları böyük maraqla izləyib və alqışlayıblar. Qala konsertin sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova qalibləri təbrik edib. O, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqə təşkilatçılarına təşəkkür edib. Müsabiqə qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub. Hər vaxtınız xeyir, mən Leyla Zeynalova. Bugün burada olmaqdan çox qürur duyuram. Özelliklə Azərbaycan bayrağının günü, zəfər günündə burada Carnegie Hall'da çıxış eləməkdən çox xoşbəxtəm və ümid edirəm Azərbaycan daima irəliləməyə gedəcək və bizim istedadlı gənclərimiz hər zaman dünyanın ən gözəl səhnələrində çıxış eləyəcəklər. Mən çox fəxr edirəm, çox qürur duyuram ki, bu günləri Azərbaycanımızı təmsil edirəm. Bayraq günündə çox fəxr edirəm. Mən Aybəniz xanım Haşimovanın tələbəsiyəm. Əlimdə onun da diplomunu tutmaq çox böyük bir fəxr hissidir. Birinci yeri qazanmışam. Yaxşı ki, var müəlliməm. Çox sağ olun. Bu qədər.
Heyecanlıyam, çox şey danışa bilmirəm. Çox sağ olun. Bugün burada Azərbaycanı təmsil etmək, Azərbaycan dilində mahnı oxumaq qürur vericidir. Sevincimin həddi hüdudu yoxdur. Hər birinizi çox sevirəm. Hər kəsi salamlayıram. Mənim adım Əli Məmmədovdur. 27 yaşım var. Mən artıq 10 ildir Amerikada yaşayıram. Deməli, mən oxumuşam Manhattan School of Music-də, 6 il oxumuşam. İndi dünyanın ən məşhur pianistlərindən biri olan Stanislav Yudeniçin sinifində təhsilimi davam elətdirirəm. Bugün böyük bir fəxrdir Azərbaycanlı kimi, Carnegie Hall kimi məşhur zalda ölkəmi təmsil eləmək və Ferenc Liszt'in Mephisto Vals adlı əsərini ifa eləmək. Onlayn gördüm müsabiqəni, mən videonu göndərdim, sonra mənə dəvət gəldi competitionda live iştirak eləmək və mən birinci yerə sahib oldum və ona görə bugün Carnegie Hall'da laureat kimi ifa eləyirəm. Bugün Carnegie'yə gəlmişəm Florida Keys-dən udmağa görə. Etudla nağılı çaldım Cəvdət Hacıyevdən. Çox xoşuma gəlir o mahnılar. Mən Connecticut'da doğulmuşam, Maryland'da, Amerikada. İndi də Houston'da yaşayıram, Texas'da. Çox sevinirəm, yəni biləndə gəlmişəm bura, Azərbaycan musiqi çalıram, Azərbaycanın mahnılarını göstərməyə. Alqışladılar mı səni? Necə keçdi? Hoşuma sevindim nətər keçdi. Hoşuma gəldi, belə yaxşı çaldım. Azərbaycana nə demək istəyirsən yaşıdlarına, səni izləyənlər orada? Hamıya salam deyirəm Azərbaycanda. Oh, but you must be way on the song.